biz demirik ki, mən də demirəm ki, burada xariqələr yaradıb. Onun balaca yumuşaq bir səsi var, qəşəng ürəyi var. Ürəyi səsindən də qəşəngdir. O ürəyinlə və sevənlərindən özünün də bir aləmi var. Heç kimdən şey yoxdur. Özdə Qumral nə cür qızdır. Biz Təranə Qumralla küsül də olmuşuq. Qumral elə bir ürəkdə qızdır ki, biz harda rastlaşanda böyük kiçik yeri bilib gəlib görüşüb. O insanda kin yoxdur. Başqasının maması ilə dalaşmışsansa, balası mamasından betər olur. Elə bil 50 yaşında arvaddır. Bunun balaları, Təranə xanım balalarında o şey yoxdur. O anam bundan danışmışsam mən də kin bəsliyim. Qəti o uşaqlarda kin yoxdur. Ona görə də Qumral o şeyinə görə xüsusilə onu ayrıca sevirəm. Uğurları da bol-bol olsun. Məndən asıl da nə kömək varsa həmişə yanındayam. Zaten onun ehtiyacı yoxdur. Onun elə Musa Musayev, Təranə Qumral adı ona bəsdir. Özü də indi nə gözəl davam elətdirirsə. Hə, mən də təzə-təzə oxuyanda Moskva birdən qurulmayıb ki, biz də oxuya bilmirdik. Biz də, məsələn, məni bir gitara çalan bir dəfə zəng elədi ki, sən mahnında demişsən ki, keçən günləri salaydın yada. Bax, bugünkü kimi yadımdadır. Yaqubu salamlayıram buradan. Gitara Yaqub İmişlidən. Bədii rəhbər idi xarici dillərdə. Mən də kənd yerində Azərbaycan sektoru oxumuşam. İndi kənd yerində. Hələ mən ziyalı ailədən çıxan adam. Özünüz görürsünüz də müğənnilər keçdi, belə danışılır. Mən də Bakıya təzə gələn vaxtlarımda 19-20 yaşım var. Yaqub sağ olsun, dostumdur da, o da mənə irad bildirdi. Getdim studiyada təzdən oxudum. Keçən gün, yəni çını çı, dolu demək lazımdır. O tələffüzə ondan sonra fikir verdim. O mənə bir nümunə dedi, mən hamısını tətbiq elədim. Mən də həmən qulaq asan kimi mən çox istədiyim adamın səhvini ona hamının içində demərəm. Tez yığdım, dedim qumu. Mən sözə fikir verənəm. Bax, məsələn, Şəbnəm Tovuzlu sözləri həmişə səhv-səhv oxuyur, çox vaxtı. Şəbnəmə də buradan deyirəm, gərək özünə deyərdim. Özünə deyəsən bir-iki dəfə demişəm. Ədəbiyyatı bilməməkdəndir, amma Qumral Rusk sektordur, səhv eləmirəmsə. Qumral fikir verməlidir, çünki Qumral Musa Musayevin, Təranə Qumralın davamçısıdır. O da dedi, artıq mahnı dedi, sevildi deyə, bəlkə də birinci günü də oxumuş olsaydı, tez gedib onu da dəyişərdi. Mən çox istədiyim üçün anındaca WhatsApp üzərindən bildirdim. Sonra gördüm ki, bu silindi, çox pis oldum. Qumralın özünə demədən Mamedlə gecə əlaqə saxladım. Bizim YouTube'un şirkətinə rəhbər dedim, Mamed, nə olur olsun qaytar da. Mən də xoşlayıram da belə vuruşmağı. Kimsə nə söyləsin, mən də onun əksini eləyim. O da dedi, mümkün deyil. Röyanı da buradan salamlayıram. Gördüm, orayla buranın vaxtında şey var. Röyadan mən xahiş eləsəm, mənim xahişim yerə salmazdı. Ürəyimdə fikirləşdim ki, inanmazdım Silinər. Mən bilsəm ki, Silinər o vaxtdan elə deyərdim. Ürəyimdə fikirləşdim ki, yəqin ortaq məxrəcə gələrlər. Amma elə buradan dizimi tuturam Röyamıza. Röya, səni çox istəyirəm, özün də bilirsən. Amma bir xahiş, buradan xahiş edirəm ki, düzdür, Təranə xanım yaxın qoymur. O indi elə deməlidir, əsəbidir. Bir-birinizi çox istəyən vaxtlarınız da olub. Lütfən o mahnını qaytar. Yəni onsuz da oxuyacaq, onsuz da pulunu qazanacaq, onsuz da show proqramlarda oxuyacaq. Amma YouTube'da olmayanda güya nə olur ki, sadəcə olaraq buradan Röya, sənə belə üzümü tutub deyirəm ki, həm də ərk edirəm, səni çox istəyirəm. Zaman-zaman ildə bir dəfə bayramlaşarıq. Axırıncı dəfə bir 5-6 ay olar salamlaşmışıq WhatsApp üzərindən. Bəli, çox səviyyəli xanımdır, çox ziyalı xanımdır. Mənə də böyük hörməti var, amma düşünürəm ki, bu məsələdə o da qəbul edim.